Burada Mehmet Araz səhifəsində belə bir yazı vardır. Təbii ki, İradə Tuncay'ın səhifəsində mən görmüşdüm onu. O mənim Allah tərəfindən açılmış, yəni ilk öncə Nurema Gəncəli adıyla gedirdi bu isim. Sonra Allahın əmridir, onun min bir oyunu var, min bir əməli var. Məni Nurema qəlbi nur kimi qələmə verdi. Mən onun işlərinə qarışmıram, mən sadəcə Allahın hökmlərini yerinə yetirmək üçün buradayım. Və də budur, mən Mehmet Araz səhifəsini açdım. Buradan indi sizə bir neçə biraz böyüdüm. Yaxşı görə biliyorum. Belki de siz de görərsiniz. Mehmet Araz'ın səhifəsidir bu. Mehmet Araz və Ravitsa səhifə. Təbii ki, mən bu səhifəni bəyənməmişəm, amma sadəcə səhifəni açmışam. İndi oxuyacağım. Bir neçə il öncə Azərbaycanın görkəmli sənətkarı, xalq şairi Mehmet Araz'ın həyat yoldaşı Gülxanım müəllimə ilə El jurnalında müsahibə dərc olunmuşdu. Həmin müsahibədə xalqımızın bənzərsiz şairi Mehmet Araz'ın sağalması mümkün olmayan Parkinson xəstəliyinə və nə səbəbdən tutulması da açıqlanılırdı. Qeyd olunurdu ki, şair ədəbiyyat və incəsənət qəzetində baş redaktor müavini işləyirdi. İşlədiyi müddətdə bir hadisə nəticəsində güya bu xəstəliyə düçar olurdur. Həmin hadisənin nədən ibarət olmasına gəldikdə isə belə deyilir, Mehmet Araz baş redaktorun müavini vəzifəsindən haqsızlıqla kənarlaşdırılıb, gətirib, çıxarıb bu nəticədə, yəni bu olay şairə böyük təsir edərək onun yəni işdən azad olunub, cismani həyatına, yəni ömürlük ağır zərbə vurub. Bu Parkinson xəstəliyi, bunun işdən atılması üçün bunda deyilənə görə, bunların anlayışına görə bu xəstəlik bundan əmələ gəlib. Amma Allah Teala bunu indi başqa cür açıqlayır ki, burada söhbət elə deyil. Burada değil. Mehmet Araz'ın burada şiiri vardı. O ne oldu? Buyur. Şiirdə tapıb qoymuşam bura. Onun, təbii ki, mən şiir oxuyan deyiləm. Mənim gözlərim nə göstərir, onu oxuyuram. İndi burada Allahdan gələn əmirdir. Mənim bu kişi ilə heç bir qəsdim, qərəzim olmayıb. Tuncayla da bir qəsdim, qərəzim yoxdur. Sadəcə o çox bərk gedirdi. Onu Allah Teala yerində oturduzdurdu. İndi də onun atasının belə qəbirdən çıxardıb, nəyə görə mənim atam Parkinson olub, indi Allah Teala deyəcək nəyə görə o xəstəlik onu tutubdu. Gedir yal davası, sümük davası, gedir vurhavurla çəpik davası, gedir milyonçunun qəpik davası, küçük fikirlərin küçük davası. Dünya düzəlmir ki, düzəlmir baba. Ədəbiyyat qəzetinin baş redaktorunun müavini Mehmet Araz nədən Parkinson xəstəliyinə tutulub, əvvəlcə cəmaatı qınayıb. Çünki görürsən, gedir filan dava, ikincisi budur, indi sən də qızın dava eləyir ki, mənim dədəmi niyə çıxardırsınız? İndi qəbirdən gəlib də sən dədən təzdəndən redaktor müavini işləyəsi deyil ki, zamanını yaşadı, getdi.
Mənim də o deyil, bütün dünyalığımı Allah Teala əlimdən aldı. Səndən də gözəl xanım kimi həyatım vardı. Dünyanın hər yerine də gedirdim də, gəlirdim də, yaşayırdım da aldı. Allah verdi, Allah aldı. Məsləhətinə şükür. Dijbi mən boşlu qalmayayım deyə nəfəsim kəsilirdi. Gəlirdilər ki üstümə. Hər şeyimi satdım. Soğan çörəklə oturdum, dedim. Bu günümə şükür. Mən rahat nəfəs aldım. Gündü, üçdü, çıxıb da bunu nə dərd eləysən? Bax, buna da deyirlər, özünə zülüm. Bir günah da sənin atan ayrıda, bax, buradan aldı. Ki, yəni, işdən çıxıbsan. Dünya elə tutub, elə Kristus sizə qalmayıb ki. Elə, deyir, Süleymana qalmayan dünya sənə də qalmayacaq, heç kimə qalmayacaq. Hamı qonaqdır, gəlir, həyatı yaşayıb gedir. Anam bacım, indi deyirsən ki, atan deyir ki, gedir sümük davası. İndiki gün sən də sümük davası eləysən, amma biri var, bu adam həyatda ola bunu eləyəsən. Amma iş bu adam həyatda yoxdur, sən sümük davası eləysən ki, bu sümüyü əlimizdən aldılar, dədəm xəstələndi. İndi gör burada nə qədər məntiqsiz və nə qədər dəlilsiz, sübutsuz sən söhbət eləysən. Bu insan ədəbiyyat qazetinin, ədəbiyyatın içindən bir dənə köpük xəbəri yoxdur bu insanın. Bu da ədəbiyyat gözümün qabağında. Ədəbiyyat Nizamidir, Füzulidir, Nəsimidir, Gürganidir, Şəhriyardır, Sədidir, Camidir, Sabirdir, ondan Can Əhməd Cavad, ədəbiyyatdır bunlar. Bunun içindən sənin dədənin xəbəri olur, olmuyor. Dindən xəbəri ola bilməz, amma bu tarixdən sənin atanın xəbəri olmayıb və olmaya da yazıb özü içində, öz dünyasını yazıb. Mən də çox şey yaza bilərəm. Nəyimə gərək mənə rahat nəfəs almaq lazımdır. Bircə bu kitablardan canımı qurtarmaq istəyirəm. O da hələ Allah Teala bıraxmır. Sizi kimi insanların o dərdlərinə bir dərman lazımdır mı? Bu Parkinson nədən doğur? Bax, atan birincisi sümük davası eləyənləri qınıyır. Qeybətini qırır. Görürsən, gedir sümük davası, gedir filan davası. Bu qınaqdan doğur, bu elə belə doğulmur ki, içərdə var ki doğulur da bu. Görürsünüz, hər şey içdən doğulur. Qıraqdan insan içinə gəlib o kin dolmur ki, bu sənin içindən doğuldu. Sonra işdən çıxdın, içinə saldın ki, mən niyə çıxdım, niyə sənə bir şey yeməyəcəksən? Görünür o qələminlə ki, yazanda, mən bilirəm bu redaktordur, bu jurnalistlərdir, var ki onların, mən onu çox görmüşəm ki, bazarlıqlar gəlir, padarkalar gəlir, civə pullar girir, bunların hamısını yaşayıb mən görmüşəm. Özüm yaşamamışam, yaşayandan görmüşəm. Mənim qonşuluğumda da qız vaxtı, yeni yetmə vaxtı. Sonra da mən belə insanları müxbirlərlə, yəni bu redaktorlarla çox ünsiyyətli olmuşam. Yəni danışığım olub, o məsələn Əridi xanımı ilə yaxın olmuşam. Yəni gələn hədiyyələri gözüm görüb, hələ o hədiyyələrdən də yemişəm. Yəni mən bu müxbirlərin, bu redaktorların, bu jurnalistlərin, bu mavinlərin önə gələn bazarlıqlarla tanışam. Yəni bir dənə qələmi çevirib uduflar. Yəni diləniflərmi deyim, yəni rüşvətmi alıbmı deyim, indi burada bilmirəm mən, özlərim istəyib, ya gətiriblərmi, yəni bunlar bununla dolanır. Yəni bununla da işim yoxdur. Yəni nə olar adama pay aparar, pay gətirər, mən də xoş deyirəm pay aparmaq, heç payma gəlməsin, elə Allah ma versin, mən pay verim. Mən heç kimdən pay istəmirəm, bu mənim həmişə deyirəm, bir də görürsən bir yaxşılıq eləyəndə qızım oradan qalxır, oğul, sənə nədir dedim, Allah mənə versin, elə mən paylayayım. Heç kimin heç dadında gözüm yoxdur mənim. Hələ bununla əlaqədar mən karovka konvertlər almışam, onu da sizə göstərəcəyəm ki, Allah mənə ha vaxtsa nəsə verəcək, indi elə bilirdim çoxdan verəcək, vermədi, indi gözləyirəm, konvertlər də gözləyir, onları doldurub pay verəcəm belə, mən belə insanım. İndi sən ay anam bacım, sənin atanın dərdini sənin fikir başa salmaq istəyirəm ki, o işdən çıxmaq da öyle, o işdən çıxıb, içini yandırıb kin, küdürət ki, məni işdən çıxartdılar. Bu bunun bir səhvi. İkincisi, ola bilsin ki, o qələmində rüşvət alıb, ya rüşvət ötürüb o vəzifəyə gəlib, ya və yaxud kiməsə rüşvət verib, və yaxud sənin üst oxutdurub, rüşvət verib, bax bu 1-2 cəza. Ondan can, rüşvət verdin, aldın və ya ona vasitəçilik etdin, mütləq cəzan var, mütləq. Belə qəbrə bir gün qalasan, ha ki, ölüb gedirsən həyatdan, hər bir insana aiddir bu. Bax, onun hesabını burada verib gedəcəksən, o dünyada heç dət yoxdur.
O Nizami deyir, dünyanın sirrini boşdur axtarmaq, üstü tüstü tuman, altı toz torpaq. Görünür tüstüdən, dumandan hər an çarpışır, vuruşur yerlə asiman. Sazişə gəlsəydi yerlə göy əgər, bizi yer üzündən süpürməzdilər. Bizi süpürüb atırlar, torpaq eləyirlər. Boş şeydi o dünyada yaşam. Hər şey buradadır. Cəza da buradadır, mükafat da buradadır. Bax, görürsünüz, o qəbirləri düzdür, məmkilər anlamadılar, elə bildilər ki, mən özlərimi pisləməyə çıxartmışam. Yox, siz görürsünüz ki, mən dədəmi belə qəbirdən çıxartdım, səhvini anlattım, bu da sənin dədəni qəbirdən çıxartdım, ay iradə. Sənin dədənin səhvləri budur. Parkinson, bax, bunlardan doğubdur. O işdən çıxıb, özünü üzüb, özünə zülm edib. Quran da deyir ki, özünə zülm edənə nicat yoxdur. Biz Qurana hələ gəlməmişik. Biz şairlərlə, alimlərlə söhbət eləyirik. Hansı düzdür, hansı səhvdir, onu üzə çıxardırıq. Bax, sənin atanın bu səhvləri var. O ki, qaldı ki, sümük davası qadın alım, elə sən də sümük davası eləyirsən. Bax, bu qədər. Bu sizə aiddir. Yəni, Parkinson xəstəliyində tutulan insanlar ya rüşvət alıb, ya rüşvət verib, ya rüşvətə vasitəçilik edib. Ya sələm alıb, ya sələm verib, ya sələmə vasitəçilik edib. Ya mənim o tanıdığım xanım kimi evdəkinin, gəlinin ev ürəyini parçalayıb, ondan tutub. Ya kimisə qınayıb, ondan tutub. Ya kimisə şər deyib, ondan tutub. Çalarlar çoxdur, qollar çoxdur. Elə şəkər də belədir. Elə qan təzyiqi də belədir, elə rak xəstəliyi də belədir, elə cavan ölümlər də belədir, elə o zina gözlər, zina baxışlar, zina fikirlərdən də belə xəstəlik doğa bilir. Onu Allah təyin edir. Mən sadəcə onun yollarını təmizləyirəm və sizlərdə oyanış yaradıram ki, oyanın, kimsəni qınamayın. Bu dünyada şək etməniz sizin üçün əzabdır. Bax, bu o deməkdir. Allahın yaratdığına, Allahın qoyduğuna kimsə şək edə bilməz. Sənin də atan şək edib, sümük davası qınayıb cəmatı, indi sən də sümük davası eləyirsən, mən səni qınamıram, mən sadəcə acı həqiqəti anladıram. İndi bilmirəm səndən bir də mövzum olacaq, amma budur Allah Taala sənin səhvini çıxartdı, qoydu üzə. Nə qədər gizlənsən də İncildə deyilir. Elə gizli bir sir yoxdur ki, açılmasın, elə xəlvəti bir şey yoxdur ki, bilinməsin. Budur, özünü gizlətdin, amma hər şey yenə süfrədədir. Burada bir Xəqanidən belə bir açıqlama veribdir. Nədər deyir onu? Gəlmədi, neysə, yorğunluq.